Salam yoldaşlar. Mən Toğrul Yaqublu, 4-cü yüksəliş müsabiqəsinin qalibi. Bugünkü mövzumuz uğursuzluq uğurun carçısıdır. Bugün biz bunu müzakirə edəcəyik. İlk öncə sizə bir neçə sual vermək istərdim. Hər bir uğurun arxasında çox sayda uğursuzluq dayanır. Biz bunu bilirik. Amma bu gün uğursuzluğun uğura necə gətirib çıxardığını müzakirə edəcəyik. Uğursuzluğun özü nədir? İnsanlar niyə uğursuzluqdan qorxurlar? İstəyirəm sizin fikirlərinizi öyrənim. Kimlərin fikri varsa, buyurun. Sualın cavabını belə vermək istəyərdim ki, uğursuzluq insanların uğura gedən yolda təcrübəsizliyindən etdiyi səhvlərdir və dünyada böyük uğur qazanan insanların keçmişinə baxdıqda uğursuzluqlarla dolu keçmişləri vardır. Lakin o insanların digərlərdən fərqi bundan ibarətdir ki, uğursuzluq qarşısında əzilmir və daha çox qələbə əzmi onlarda birləşir. Çox sağ olun. Çox sağ olun. Siz zəhmət olmasa. Belə deyirəm, uğursuzluq insan həyatında düz getməyən bütün hadisələrin bir məcmusudur. Bəlkə də insan uğursuz deyil. Həyatında müəyyən bir hadisələr baş verir, lakin bu onun istəklərinə uyğun olmayaraq baş verir və buna uğursuzluq adını qoyur və qorxur onlardan. Onlardan qaçır və bu səfər uğursuzluğa düçar olur. Bununla da özünə bədbəxt adı verir. Çox sağ olun. Başqa? Mən deyərdim ki, uğursuzluq uğura gedən yolun açarıdır. Çünki insan bir dəfə uğursuzluğa qapıldıqda uğura gedən yol üçün daha çox çabalamağa cəhd göstərməlidir və eyni zamanda onu deyə bilərdim ki, bundan nəticə çıxartmağı bacarmalıdır insan. Təşəkkür edirəm. Sağ olun. Bəs kimdə uğursuzluq sizin üçün nədir və hansı dəyər qatdı sizə? Nə öyrəndiniz? Buyurun, zəhmət olmasın. Uğursuzluq məncə hansı əsas gizli dəyərlərə sahibdir? Bu suala cavab vermək üçün uğursuzluğun və ya uğuru əvvəlcə insan özündə dəyərləndirməlidir ki, uğursuzluq deyəndə tam olaraq nə nəzərdə tutulur? Uğur deyəndə konkret olaraq nəyə sahib olduğunu bilmirsə, uğursuzluğun da nə olduğunu bilə bilməz. Ona görə də uğursuzluq birinci növbədə bizə uğurun nə olduğunu öyrədir və bizə təcrübə qatır ki, biz bu yolda hansı səhvlər edirik və bu səhvlər nəyə görə baş verir? Mən Aydan Qarayeva. Mənim gözümdə uğursuzluq bir həyat dərsidir ki, bu dərs bizə yeni dəyərlər qatır, hansı ki, xəyallarımızdan əl çəkməmək kimi. Burada insanların uğursuzluğa qarşı qorxularını da mən bunda görürəm ki, cəmiyyətin bununla bağlı bir baskısı var. Yəni sən uğursuzsan, sən bacarıqsızsan deyib insanların üstünə gəlirlər və insanların da qorxusu bu səbəblə yaranır. Yoxsa mən inanmıram ki, insanlar özlərinə hər hansı bir uğursuzluğa görə nifrət etsinlər. Yəni uğursuzluq bizə yeni dəyərlər qatır. Məsələn, hər yerdə deyildi ki, məsələn, Rowlingin o neçə dənə, məsələn, kitab evindən rədd yemişdi. Lakin daha sonrasında bir kitabı ilə, yəni Harry Potterlə getdi milyarder oldu. Bu onun əl çəkmədiyini göstərir. Amma yenə də ətrafdan onun uğursuzluğuna qarşı deyilən pis deyimlər də hər insanda qorxu yaradır. Çox gözəl. Minnətdaram hər birinizə. Növbəti slayda keçmək istəyirəm. Bir haşiyə çıxaq burada. Bir Carol Dweck, Amerikalı alim bir araşdırma apardı ki, bu zehniyyət nədir? Uğurlu insanların fərqi nədir? İnsan nə dərəcədə bu düşüncələrindən asılıdır və zehniyyət adında kitabı var. İnsanlar iki tipə bölür. Çevik zəkaya malik olan insanlar, sabit zəkaya malik olan insanlar. Sabit zəka olan insanlar düşünür ki, insan anadan gəlmə nəsə qabında varsa insanın, nə qabiliyyət varsa odur. İnsan nəsə təzə öyrənə bilməz, nəsə qabiliyyəti ola bilməz. Əgər doğulanda idmançıdırsa, yaxşı futbolçu ola bilər. Əgər riyaziyyatı yaxşı, bunda bazada varsa, elə də olacaq. Və bununla da gedirlər. Əgər uğursuza düşüblərsə, bundan çıxış yolunu görmürlər. Növbət başqa bir şey də özünü dənəyirlər. Bundan da qutarırlar. Çevik zəka insan isə deyir ki, uğursuza düşdümsə mən öyrənə bilərəm. Başqa yolla, başqa metodla. Amma ki, özünü daim inkişaf edəcəyini düşünür. Belə inanır. Öz məktəb illərimdən bir misal çəkmək istəyirəm ki, riyaziyyat müəllimim var idi. Mən bu kitabı oxuyandan sonra bildim ki, o sabit zəka malik insandır. Niyə? Sentyabr ayıdır, birinci dərs riyaziyyat sualı verir, mən cavab verə bilməm, 2, otur yerinə. Sonra mən heç vaxt qaldırmırdı, mən də başladım üstündə oxumağa. Cəkar ayı gəlir, soruşur ki, kim bilir dərsi, hamı susub, mən əlimi qaldırıram, deyirəm, icazə verin, mən çıxış eləyim, istəmir, baxır mənə artıq 2 alan kimi görür, istəmir qaldırım. Axırda tək mən qaldırdım ki, qaldırır, 5 yazmır, 4 yazır, amma mən cavab verdim. O insanın gözündə mən əgər pis tələbəyəmsə, pis şagirdəmsə, həmişə də elə qalacam. Amma mən ona sübut etməyə çalışdım ki, oxuyaraq daha yaxşı ola bilərəm, riyaziyyatı öyrənə bilərəm. Bəs siz bir nümunə çəkə bilərsiniz sabit zəkaya və çevik zəkaya.
Kimlərdən? Buyurun zəhmət olmasın. Qeyd etmək istəyirəm ki, hər kəsin də bildiyi kimi zəkanın sabit bir növü yoxdur. Hətta bu keçmiş zamanlardan bir çox nəzəriyyələr və yanaşmalar da mövcud olmuşdur ki, ən primitivindən Gardnerin nəzəriyyəsini nümunə göstərmək olar ki, burada çoxlu zəka nəzəriyyələri qeyd olunur və açıqlanır əsaslı bir şəkildə. Hər kəsin özünə məxsus xüsusiyyətləri olduğu kimi bu xüsusiyyətlər zamanın gedişatında insanın öz daxili aləmi, daxili motivasiyasından və xarici motivasiyadan asılı olaraq zənginləşə, inkişaf edə və təkmilləşə bilər. Bu baxımdan hər hansı bir insanın özünü qısıtlamağa çalışması, özünə inanmaması və yaxud da xaricdən gələn, ətrafdan gələn mənfi təsirlərə öz reaksiyasını bildirərək özünü günahlandırılması yanlış bir fikir olar. Məncə buna görə də hər kəs öz daxilindəki işığa və motivasiyasına inanmalıdır. Növbəti slaydda uğursuzluğa uğura çatmış nümunələrdən misal çəkmək istəyirəm. Əminəm ki, sizdə çox nümunəniz var. Thomas Edisonu tanıyırsınız yəqin. Elektrik lampanı kəşf edənə kimi 1000-ə yaxın uğursuz nəticələr olmuşdur. Bəzi mənbələr hətta deyirlər ki, 3000 də uğursuz nəticəsi olmuşdur və ondan soruşanda ki, axı səndə alınmır. Dedi ki, mən 10.000 dəfə alınmayan metodunu tapacam. Ən azı belə deyibdir. Hətta onun tarixinə baxsaz, uşaq yaşından qazanc üçün anasına kömək elibdir, meyvə satmaqla, sonra qazet satmaqla başlayıbdır. Sonra New Yorka köçəndə hətta işsiz və evsiz olduğu üçün dostların yanında qaldı. Bir ildən sonra bir ixtira elədi, $3500 satmaq istədi, amma qorxdu, yenə uğursuzdan qorxdu, qiyməti demədi. Ona isə təklif edilən qiymət $40.000 olubdur. 19-cu əsrin sonlarında $40.000 bu saat $1 milyon bərabərdir. Yəni o uğursuzluğun üstünə getdikcə uğur qazandı və sonunda elektrik lampanı, işıqları hamısını ona borcluyuq. Növbəti Steve Jobs'dur. Steve Jobs da bilirsiniz, yəqin ki, Reed Kollecinə daxil olubdur Stanfordda və orada da bir semestr təhsil aldı. Valideynləri məcbur elədi ki, mənə pul ayırın, mən gedib orada oxuyacağam. Valideynlərin imkanı yox idi. Ona baxmayaraq pul ayırdılar və bir semestr sonra düşündü ki, mənə bu təhsil ehtiyac deyil və çox artıq xərc tələb eləyir. Yataqxanada dostların evində qalmağa başladı. Universitetdə də kəsildi, atıldı. Sonradan Apple şirkətini qurdu. Apple şirkəti 85-ci ildə öz qurucusu Steve Jobs'a dedi ki, sənə görə biz geriyə düşürük və onu çıxartdılar. Siz düşünə bilərsiniz belə bir şey ki, öz qurduğunuz şirkətdən sizi qovurlar. 12 ildən sonra Apple şirkəti böhranı üzləşir, müflis olmaq üzrədir, xahiş eləyirlər, geri qaytarırlar. Öz qurduğu şirkətə özü yenidən gəlir və 97-ci ildən sonra Apple şirkəti hansı uğurlara qazandığını bilirsiniz yəqin. John Rowling isə qeyd etdiniz artıq, Harry Potter romanını 90-cı ildə qatarda olanda ağlına gəlmişdi. 7 il ərzində hara müraciət elədi, qəbul eləmədi. 12 dənə nəşriyyat rədd elədi təklifini. 97-ci ildən 2002-ci ilə ki, 5 il ərzində işsiz adamdan multimilyonerə çevrildi. Bir dənə Harry Potter romanı yazmaqla. Və sizin hansı bildikləriniz var? Bizi belə baxıb fəxr eləyəcəyiniz, həvəsləndirə bir şəxslər. Buyurun, siz deyin. Uğursuzluqdan uğura gedən bir insan nümunəsi çəkin. Özümlə bağlı bir nüansı gətirmək istəyirəm. Mən birinci kurs olmağıma baxmayaraq artıq debatda idarə heyətinəyəm, PR menecmentiyəm. Universitetdə təzə başladığımız zaman artıq debatla bağlı mənim bir neçə bünövrəm var idi, dedim qoşulun və mənə hazırlıq keçən müəllimlərin bir neçəsi bunu bilirdi. Lakin o müəllimlərin içərisində biri mənə dilə gətirdi ki, mənim danışığımda problem yaransa da, dilə gətirdi ki, səni debata götürməyəcəklər. Halbuki indi mən uğurlu bir şəkildə birinci kurs olmağıma baxmayaraq artıq idarə heyətinə uğurlu şəkildə yolumu davam elətdirirəm. Gəlin alqışlayaq. Çox sağ olun. Başqa? Buyurun siz. Mən uğursuzluqlardan uğur nəticə əldə edən Zeynalabdin Tağıyevi nəzərdə tutmaq istəyirəm. O, Azərbaycanda neftin çıxarılmasını, yəni o şəriki ilə işləyirdi və neftin çıxarılmasına uğursuz kimi baxırdı. Hətta bir müddət sonra onu şərikə atdı və getdi. Ancaq o bundan üz döndərmədi, əzmkarlıq göstərdi və nəticədə neftin vulkan vurmasına gətirib çıxartdı və o çox böyük uğur əldə elədi. Uğursuzluq təcrübə qazandırır. Siz dediniz ki, çevik zəkaya maliksə yeni strategiyalar axtaracağıqdır. Səbr və iradəni artırır.
dözürüksə bir ağrıya, çətinliyə, uğursuzluğa, məğlubiyyətə, o bizi səbrimizi artıra bilər. Və düzgün istiqaməti tapmağa kömək edir. Necə ki Edison dediyiniz kimi 1000 dəfə uğursuz yoldan sonra artıq düz yolu tapa bildi. Yenə sualım sizədir. Siz nə görürsünüz? Uğursuzluq hansı dəyərlər, nələr verə bilir? Buyurun. Mən Bakı Avrasiya Kollecinin 1-ci kurs tələbəsi Abdullayev Fəqan. Uğursuzluq əhəmiyyəti uğurda vacibdir. İnsan uğursuzluğuna da, uğuruna da sevinməlidir ki, qarşısındakı məqsədi asanlıqla yerinə yetirə bilsin və uğursuz olan insan pis olmamalıdır. Çünki uğursuzluq təcrübəni özü qazandırır. Çünki bu isə uğursuzluq uğura yaxınlaşdırır. Uğurun açarıdır bir növdə. Və bu uğursuzluqda bir çox strategiyalar vacibdir ki, uğursuzluğun uğura gedən yolda vacibliyini başa düşək, dərk edək, buna dözək və çətinliklərlə, maneələrdən asanlıqla qalib gələ bilək. Mən Aytac Ağazadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabah qruplarında təhsil alıram. Həyatımda yaşadığım bir uğursuzluğu demək istəyirəm ki, 2022-ci il qəbul imtahanlarında iştirak edirdim. Məşhur bir universitetin pedaqoji sahəsini, yəni riyaziyyat müəllimliyini yazmışdım ilk sıraya. Daha sonra bu universiteti və ya digər universitetləri ki, hansı ki biz 15 ixtisas seçə bilərik. Demək ki, cavabları gözlədik, cavablar çıxdı. Baxıram ki, bu universitetin xəyalı ilə yaşamışam, qəbul imtahanlarına bunu gözləyirəm. Hətta keçid balını, ötən ilki keçid balını da toplamışam, daha yüksək toplamışam. Və cavablarda birinci qırmızıdır, qəbul olmamışam və daha sonra digər ixtisas. Digər ixtisaslar düzdür, valideynimin sevdiyi ixtisaslardı, ancaq öz ürəyimcə deyildi, hansı ki, mən bunun xəyalı ilə yaşayıram. Hər kəs sevinir ki, mən Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşam. Ancaq məndə bir məyusluq var ki, mən xəyalımda olan bir şeyə çata bilməmişəm. Daha sonra universitetin sessiya imtahanları olur və biz daxil oluruq və bizə belə bir məlumat verilir ki, biz sabah qruplarına daxil ola bilərik. Və mən də şansımı yenidən yoxlamaq istədim ki, bəlkə bunda daha uğurlu olacağam və sabah qruplarına daxil olacağam. Və qəbul imtahanlarında iştirak edirəm. Sabah qruplarında ayrıca qəbul imtahanları olur və nəticələr çıxır, bizi müsahibəyə dəvət edirlər, növbəti mərhələlərə və nəticədə mən qəbul oluram. Üstündən 11 ay keçir və mən belə bir statusda paylaşmışdım ki, 11 aydan sonra nəticədə insan öz sevdiyi, olduğu ortama daxil olur və bu da mənim uğursuzluğumdan uğuruma gedən bir açardır. Çox sağ olun. Təşəkkür edirəm. Cəsarətiniz üçün təşəkkür edirəm sizə. Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbəsi Ağayeva Surayə. Öz uğursuzluğumdan danışmaq istəyərdim. Əslində, hər birimiz abituriyent olduğumuz vaxt uğursuzluqlarla üzləşmişik. Məncə, uğursuzluqlar bəzən özümüzü tanımağa, özümüzü kəşf eləməyə, yeni yollar çəkməyə kömək edir özümüz üçün. Mən abituriyent vaxtı bir çox hazırlıqlarda çətinliklər çəkirdim ki, burada sınaqlarda işləmək çətin olurdu. Lakin bu məndə bir uğursuzluq hissi yaratdıqdan sonra bu yoldan geri dönmədim. Bir söz var ki, məsəl üçün, təslim olmuşsunuzsa siz məğlub olmuş sayılırsınız. Əgər təslim deyilsinizsə, hələ məğlub deyilsiniz deməkdir. Mən sadəcə qarşıma məqsəd qoydum ki, bu yerinə yetirməliyəm, bu qarşıma qoyduğum məqsədə çatmalıyam və buna görə də imtahana yaxın az müddət qalsa da bu sınaqlar üstündə yenidən işləyərək demək olar ki, hər gün masadan qalxmırdım, o sınaqların səhvimi azaldacaq qədər işləyirdim. Əgər bugün 3 səhvim varsa, bunu 1 saat ərzində minimuma endirməyə çalışırdım və sonunda səhvsiz eləməyə nail olurdum. Çox sağ olun, çox sağ olun minnətdaram. Mən sizə bir öz dünya görüşümü bununla bağlı, öz fikirlərimi bildirmək istəyirəm ki, uğursuzluqla necə mübarizə aparıram. Özünüzü bir dövlət kimi görün. Siz bir şəxs kimi, fərd kimi unikal bir insansınız və özünüzü unikal bir dövlət kimi görün. Özünüz qərarlar verin, qanunlar verin özünüzə, özünüzə prinsiplər qoyun, nəyi edəcəksiniz, nəyi heç vaxt etməyəcəksiniz və özünüz icraçı olun. Özünüz qoyduğunuz qərarlara hörmət edin və icra edin onları. Və nəyə deyirsiniz ki, mən bunlardan pis vərdişlərdən uzaq duracağam, onu da edin. İcraçı kimi də özünüzü qarşı qoyun. Nə etmək olar, nə etməyəcəm və sonda da məhkəmə olun özünüzə. Özünüzü qarşıya çıxarın məhkəməyə ki, nəyi səhv etmişəm, nəyi düzəldəcəm. Belə bir yanaşın.
və hər bir dövlət də nə edir? Öz strategiyası olur, məqsədləri olur. Və strategiya kimi də mən istərdim ki, təklif edərəm ki, özünüzün 3 illik və ya 5 illik strategiyanızı qurun. Strategiya qurandan sonra isə onu taktikalara bölün. Bunu bir çox yerlərdə demirlər, amma taktikada bölmək, onu icra proseslərini, illik və aylıq planlarını qurmalısınız. Belə bir siyahı nədən ibarət ola bilər? Deyək ki, strategiyanızın və onun illik planlarına. Ailə və dostlarla vaxt ayırmaq çox önəmlidir. Sağlamlığınızın keşiyində durun, sağlamlığınıza vaxt ayırın. Bir məqsəddə yeni biliklərin, qabiliyyətlərin öyrənilməsi, təcrübə qazanmaq. İndi biz keçək o illik məqsədlər, planları necə quracağıq? Və onları müəyyən edəndə biz smart hədəflər müəyyən edə bilərik. Smart hədəflər necə olacaqdır? Spesifik. Öz məqsədləriniz spesifik olmalıdır. Nə istədiyinizi bilməlisiniz. Hansı sahələr ölçülə bilən olsun. Bir il ərzində nəyə nail olmaq istəyirsiniz? Əldə edilə bilən olsun. Çox çətin özünüzə məqsəd qoymayın, bir illik və ya aylıq məqsədlər. Və nə də ki, çox asan. Beyninizi çalışdıracaq bir məqsədlər qoyun. Bir il ərzində deyək ki, nəyə nail ola bilərsiniz ona? Uyğunluq. Siz qarşınıza qoyduğunuz məqsədi baxın, sizə uyğundurmu? Siz həqiqətən bunu istəyirsinizmi? Yoxsa sadəcə olaraq dəbdir, trenddir deyənə və istəyirsiniz, yazmısınız? Uyğunluğa baxın və verilmiş zaman çərçivəsində. Əgər siz beyninizə vaxt qoysanız ki, mən bir illə 10 kitab oxumaq istəyirəm, beyin o 10 dənə kitab oxuyacaqdır. Əgər desəz 20 dənə kitab, beyin deyəcək ki, 20 dənə kitab. Amma deməsəz ki, yazsaz ki, nə vaxtsa kitab oxuyum, kitab oxuyacam. Ona vaxt məhdudiyyəti olmadığı üçün sizdə bir tələb yaranmayacaq ki, bunu eləyim bu vaxtda. Zaman çərçivəsində məqsədlərə baxın ki, hamımızın zamanı, vaxtı məhduddur. Belə bir nümunə gətirmişəm, 2025-ci il məqsədlər. Hər kəsinki fərqli ola bilər. Smart sistemdən istifadə eləyək, smart hədəflərdən. Misal üçün, burada da tam deyil, amma ki, həftədə 3 dəfə idman etmək. Spesifikdir. İdmana da yaza bilərsiniz, hansı idman eləməlisiniz. Vaxt qoymuşam, hədəf qoymuşam. Sağlam qidalanmaq. Sağlam qidalanmağı özüm açıq qoydum ki, siz orada yaza bilərsiniz. Nə kimi, nə istəyirsiniz. İngilis dilini çox yaxşı səviyyəyə qaldırmaq. O C1 səviyyəsində özüm yazdım ki, beyni məcbur eləyirsiniz, özünüz məcbur eləyəsiniz özünüz ki, hansıya çatasınız. Mən özüm Çin dilini 2015-dən başladım və özümə smart hədəf qoymadığım üçün 10 ildir C1 səviyyəsinə indilərdə gəlib çatıram. Son illər mən hədəf qoydum ki, bu il mən gəlib çatacam və düşünürəm ki, bir aydan sonra artıq mən C1 səviyyəsinə çatacam. Amma illərlə mən B1, B2 səviyyəsində idim. Çünki özümə məqsəd, vaxt qoymurdum ki, nə vaxtda elə. Və beynim də deyir ki, hə, eləyərik, bilirsən onsuz da, neyinirsən sən çox inkişaf eləməyi bunda, danışa bilirsən. Amma mən məqsəd qoydum ki, çox yaxşı olacaq bu il. Bu il yazmışam ki, icra etmək. Sizin məqsədləriniz buradakı 10 dənə məqsəddən 5-i icra olundu, 5-i icra olunmadısa onu atmayın qırağa. Növbəti ilə keçirin. Siz görəcəksiniz ki, siz ona nail olmasanız da, hansısa bir addım eləmişsiniz, nə qədərsə qabağa getmişsiniz. Hər şey bir ildə mümkün deyilsə çatdırmaq, bölün hissə-hissə. Sizin də əgər təklifləriniz varsa, məqsədlər nə əlavə edə bilərik? Buyurun. Hər hansısa bir nümunə çəkmək istəyiriksə, çox da uzağa getməyə ehtiyac yoxdur. Şəxs anlayışından çıxıb dövlət anlayışına keçmək istəyirəm və respublikamızı nümunə göstərmək istərdim. Hər kəsin də bildiyi kimi tarixi dövrlərdə Azərbaycan dövləti, Azərbaycan hətta dövlət olmamışdan öncə belə bir çox işğalçılar, ya dillər tərəfindən işğallara, zorakılıqlara, terror aktlarına məruz qalmışdır və hətta xanlıqlar dövrü bunların hamısını nümunə göstərə bilərik ki, bu Azərbaycanın zəifləməsinə gətirib çıxartmışdır. Lakin zaman keçdikcə insanlar birliyin nə qədər də önəmli olduğunu, anlayışını qavramışdırlar. Bəs bu necə olmuşdur? İlk öncə olaraq 1990-cı ildə bildiyimiz kimi yadelilər tərəfindən qırğın törədildi və insanlar terror aktlarına məruz qaldılar, günahsız insanlar şəhid oldular. Bundan sonra məhz bizim xalqımız birliyin nə qədər də vacib olduğunu, əslində bir millət kimi toplanmalı olduğumuzun, bir yumruq halında birləşməli olduğumuzun vacibliyini anladı və bizim bir millətimiz çox şanslıdır ki, Ulu Öndər hakimiyyətə gəlməsi ilə bütün bunların qarşısı alındı və bizə öndərlik etdi.
bu da sanki uğursuzluqdan uğura doğru gedən bir addım idi. Lakin bildiyimiz kimi Azərbaycan Respublikası öz torpaqlarının müəyyən bir hissəsini erməni daşnaqları tərəfindən işğallara uğramışdır və bu da bizim tariximizə bir uğursuzluq kimi yazılmışdır. Lakin Azərbaycanın igid oğulları, qürur mənbəyimiz, eyni şəhidlərimiz, qazilərimiz, eyni zamanda Azərbaycanın dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti və diplomatik addımları nəticəsində dövlət birliyimiz yenidən birləşdi. Yenidən biz öz torpaqlarımızı geri qaytara bildik və düşünürəm ki, Azərbaycan tarixə öz adını qızıl hərflərlə yazdırdı və hal-hazırda hər bir azərbaycanlı harda olmasına asılı olmayaraq daim qürurla deyə bilir ki, mən Azərbaycanlıyam və həqiqətən də mən qürur duyuram ki, belə bir millətin övladıyam. Təşəkkür edirəm. Çox sağ olun Əlişlər. Nəticədə sonda deyəcəyim odur ki, uğursuzluq uğurun bir parçasıdır. Hər uğursuzluq yeni fürsət yaradır və bizi daha güclü edir. Hər birinizə uğurlar, təslim olmayın heç vaxt. Minnətdaram. Çox sağ olun. Hədiyyələrlə bağlı seçim etmək çox çətindir. Buyurun, siz zəhmət olmasa da. Təbrik edirəm. Siz zəhmət olmasa da. Sağ olun. Buyurun siz de. Buyurun, sağ olun. Bir dənə xatirə şəkli çəkək, sağ olun.